Salam əziz izləyicilər, videoma xoş gəldiniz. Bu videoda bu tipli bir misala baxırıq. Onu da bildirim ki, bu kanalımın ilk videosudur. Təkcə riyaziyyat yox, Azərbaycan dili və ingilis dili fənləri üzrə də izahlar gələcək. Belə videoların davamının gəlməsini istəyirsinizsə, kanalıma abunə olmağı və bu videoya like atmağı unutmayın. Əgər izahını dinləmək istədiyiniz bir mövzu varsa, mütləq şərhlərdə qeyd edin. İndi isə gəlin misalımızın həllinə keçək. Misalın şərtini oxumağa ehtiyac yoxdur. Mən bu şəkildə verilənləri yazmışam. Bizdən isə burada BC-ni tapmamız soruşulur. İlk öncə baxırıq. Baxın, bura düz bucaq işarəsi qoymuşam, yəni 90 dərəcədir. Bura 90 dərəcədirsə, onda burada 90 dərəcə olacaq. Bizə bura deyib 30 dərəcə. Bura 30 dərəcədirsə, onda bura neçə olacaq? Təbii ki də 60 olacaq. Çünki üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Və 180 dərəcəyə bərabər olması üçün bura 60 dərəcə olmalıdır. Xüsusi düzbucaqlı üçbucaq haqqında qaydada deyir ki, 60 dərəcənin qarşısında duran katet digər katetdən kök altda 3 dəfə böyükdür. Yəni, bu katetimiz 5-dirsə, digər katetimiz 5 kök altda 3 olacaq. Baxın, burada da bir düzbucaqlı üçbucağımız var. Buranı 45 dərəcə verib. Bura 45 dərəcədirsə, bu zaman burada 45 olacaq. Sizin də gördüyünüz kimi 45-45, yəni yan tərəfləri eyni dərəcədədirsə, deməli bu bərabər yanlı üçbucaqdır. Onda bir yan tərəfi 5-dirsə, digər yan tərəfi də 5 olacaq. Baxın, gördüyünüz kimi biz BH-la HC-ni tapdıq. Bizdən isə BC-ni soruşur. BC-ni isə tapmaq üçün 5 ilə 5 kök altda 3-ü toplayacağıq. Gördüyünüz kimi cavabımız budur. Cavabımız 5 plus 5 kök altda 3, yəni C variantıdır. İndi isə videomuzun sonuna gəldik. Ümid edirəm bu video sizə yararlı olub. İstədiyiniz mövzuları mütləq şərhlərdə qeyd edin. Hələlik.